Salam hörmətli izləyicilər, bugün sizlərlə magistr yeni tip sual nümunələri PDF-nin izahını paylaşıram. Video 2 hissədən ibarət olacaq. İkinci hissəni qaçırmamaq üçün kanala abunə olmağı, videonu bəyənməyi və bildirimləri açmağı unutmayın. Dəyərli fikirlərinizi yorumlarda yaza bilərsiniz. PDF-i əldə etmək üçün Telegram kanalımıza qoşula bilərsiniz. Gəlin birinci sualdan başlayaq. Birinci sualda bizə verib ki, qanuna uyğunluğu müəyyən elə və üçüncünü tap. Birincidə görürəm ki, bu fiqur alınır. İkincidən bu fiqur alınır. Bu necə alına bilər? Fikir versəz ki, naxışsız hissələri silsə, geriyə qalır. Naxışsızdır. Qara naxışsızdır, ağ naxışsızdır. O ikisini sildi, bu ikisi qaldı. İkincidə naxışsızı sildi, yəni bunu və bunu sildi, bu qaldı. Burada da naxışsızı silsə, bunu siləcək, bunu siləcək və bir də bunu siləcək. Qalacaq B variantı. Növbəti gəlir simmetriya sualı. Simmetriya sualından 4 dənə sual yazmışam. Birini izah eləyirəm, digərləri də həminki qayda ilə işləyəcəksiniz. Yəni, heç bir fərqi yoxdur. Ona görə bir dənəsini izah eləyirəm, digərinə keçirik. Məsəl üçün, 3-ü izah eləsək, burada görürük ki, bir dənə simmetriya oxu budur, bir simmetriya oxu budur və bir də bir simmetriya oxu isə budur. İndi biz burada bu simmetriyaya görə işləsək, buradakı 4 dənəsi, buradakı 4 dənəsinə uyğundur. Yəni, bura qədər düşür. Yəni, bu, buranı əhatə edir. Bu xətt də həmçinin 4 dənə bu üzə, 4 dənə də bu tərəf olmaqla, yəni bu hissəni əhatə edir. Birinci bunlara görə işləyək. Simmetriyaya yazaq. Məsələn, bu birinci olsun, bu ikinci olsun, bu da üçüncü olsun. Birinciyə görə qatlasaq, buradakı qara xəttdən üçüncüdür. Burada da həmçinin harada olmalıdır? Xəttdən üçüncü olmalıdır. Daha sonra, buradakı qara xəttdən dördüncüdür. Burada da həmçinin dördüncü olacaq. Buradakı 2 dənəsi dalbadalı gəlib bura düşəcək. Həmçinin buradakı gəlib bura düşəcək. Buradakı da həmçinin bu tərəfə düşəcək. Yəni, bu xətt üzrə qatlayırıqsa, bu xətt üzrə. Buradakılar bu tərəfə düşəcək, buradakılar da bu tərəfə düşəcək. Aha. İndi digər xətt üzrə baxaq. Bu xətti silək artıq. Bu simmetriya oxunu silək. Keçək bu simmetriya oxuna baxaq. Bu simmetriya oxuna görə işləsək, buradakı qara elə düz bura düşəcək. Buradakı 3 dənə dalbada bura gəlib düşəcək. Qatlayanda. Bu 2 dənəsi gəlib neçəncidir? Dördüncü. Gəlib dördüncüyə düşəcək. Aha. Başqa varmı? Yox. Başqa yoxdur. Demək ki, bu simmetriya oxuna görə də bunlar alınır. İndi nə edirik? İndi artıq keçirik ortadakı simmetriya oxuna. Bu simmetriya oxunda isə buradakı tərəf, buradakı tərəfin üstünə düşür. Aha. Yəni, buradakı qara, buradakı qara hara düşəcək? Axırdan ikincinin üzərinə düşəcək. Qatlayanda. Birinci ortaya görə işləyək. Buradakı qara gəlib bura düşəcək. Bu 3 dənə də gəlib bunun yanına düşəcək. Yəni, bura. 1, 2, 3. Buradakı 2 dənə gəlib bura düşəcək. Buradakı 3 dənə bura düşəcək. Sonra bu bura düşəcək. Buradakı bura düşəcək. Bu 2 dənəsi bura düşəcək, bu da bura düşəcək, bu da bura. Aha, ortanı düzəltdik. Ortada gördük ki, bir dənə T hərfi alınıb. İndi qıraqlara görə işləyək. Dedik ki, buradakı gəldi, bura düşdü. İndi bu hara gəlib düşəcək? Bu neçəncidir? 1, 2, 3, 4, 5, 6, 7. 1, 2, 3, 4, 5, 6, 7. Demək ki, hara düşəcək? Bax, bura düşəcək. Bunu gəldik, bura çəkdik. Həmçinin, buradakı 2 dənə var ha. Həm bu,
həm də bu. Bu 2 dənə kənardakı gəlib buradakı 2 dənə kənara düşəcək. Buradakı 2 dənə içəri tərəfdə də gəlib bura düşəcək qatlayanda. Həmçinin onun yuxarı və aşağısındakılar da gəlib bu tərəfə düşəcək. Aha, bu şəkildə. Sonra bu 3 dənə gəlib onun altına düşəcək. Bir bu ilə bu da gəlib bu tərəfə, biri bura düşəcək. Digəri isə bura düşəcək. Aha. İndi buradakı ikisi gəlir. Biri bu tərəfə düşür, biri bu tərəfə düşür. Həmçinin buradakı hamısı da elə gəlib bura üst-üstə düşəcək. Burada da qatlayırıq. Üst-üstə düşdü. Aha. Buradakıların hamısı da həmçinin burada üst-üstə düşəcək. Sonra buradakı 2 dənəsi də, buradakı 2 dənəsi də gəlib burada, bura düşəcək. Aha, sözümüzü aldıq. Sözümüz neymiş? Görürük ki, ÜTÜ. Yəni burada ütü yazılıb. Bu simmetriya artıq düşə bilər. Çünki simmetriyalar Dimin sevdiyi testlərə çevrilib. Yəni düşə bilər. Aha, keçək digərinə. 6. 6 da həmçinin simmetriyadır. Burada fikir versəz ki, buradakı, indi birinci qatlayaq. Buradakı hara düşəcək? Belə düşəcək, düzdürmü? Bu belə düşəcək. Yəni bunu bu tərəfə çəkirik. Aha, buradakı da gəlib bunun üstünə düşəcək. Nətər düşəcək? Belə düşəcək. Belə baş aşağı düşəcək. İti ucu aşağıda. Bu da bu üzə qatlanacaq. Belə alındı. Bu üçbucaq da gəlib bura düşəcək. Yəni burada bir dənə trapesiya alınacaq. Yəni baxırıq ki, A variantında uyğundur. B-də səhvdir. Çünki yuxarısı qısa idi, aşağısı uzun idi. B səhvdir. C-də ola bilər. D səhvdir. Y-də də ola bilər. İndi baxaq digər fiqurlara. Məsəl üçün, bunu bu tərəfə qatlayıb. Birinci bir dənə buradakını qatlayaq. Bunu qatlasaq, nə alınacaq? Belə bir fiqur alınacaq. Sonra bunu da bu tərəfə qatlayırıq. Gəlir, hara düşür? Bu hissə bura düşəcək. Ondan sonra bu şəkildə gedəcək. Yəni bu belə getdi. Sonra yarı dairə gedir burada. Bu yarı dairə. Həmçinin burada da yarı dairə var. Və bir dənə xətt gedir. O xətt də bura düşdü. Daha sonra buradakı o xətti yarı dairə var da. O da gəlib bunu bağlayacaq. Yəni burada bu fiqur alınacaq. Baxaq. Bu fiqur alınacaq. İndi mənim çəkməyimdən bəlkə başa düşülmür. Ona görə işləsək, C-də görürəm ki, ağzı aşağıdır, səhvdir. Y-də düzdür, A-da da düzdür. Qaldı bir dənə burada bu fiqurun alınıb alınmaması. Bu fiqur aşağıya qatlanacaq. Yəni təqribi belə bir şey düşəcək. Buradakı fiqur, bunu görürsünüz, bu gəlib bura düşməlidir. Bu ilə üst-üstə düşməlidir. Bir də buradakı gəlib bura düşəcək. Başqa görün. Bir də bu hissə. Bu hissə də gəlib həmçinin bura düşməlidir. İndi necə düşə bilər? Deməli, bunun bu tərəfi, elə bir ki, bu xətt üzrə qatlayırsan da, bunun güzgüdən uzaqdır. Onda güzgüdən uzaq olmalıdır. Sonra aşağısı var. Aşağısı. Həmçinin bu hissəsi bu tərəfə qalxır. Belə qalxacaq. Yuxarıya qalxır. Sonra da belə kəsir. Bu şəkildə. Aha, belə bir şeydir. İndi mən çəkəndə düz göstərə bilmirəm. Bu hissədə gətirəcək bu hissəyə, bax bu qısa hissə var idi ya.
bura düşmüş olacaq. Biraz qarma-qarışıq çəkirəm. Yəni burada alınacaq olan fiqur yarı 8 bu olmayacaq. Niyə görə? Çünki bax bunun yarısı zaten harda var? Burada var da. Bu fiqur gəlir elə bura bu şəkildə düşəcək. Amma axı bunun aşağısında və yuxarısında, həm aşağısında, həm də yuxarısında, həm də sağında bu hissəni tamamlayan fiqurlar var. O da gəlir tamamlayanda tamamlanmış 8 bucaqlı olmuş olacaq. Yəni burada cavab A variantı olmuş olacaq. 7-ci suala baxaq. 7-ci sualda birinci fiqurların içindəkilərə baxsaq, bu 3-dür, bu 2-dir, bu 1-dir. Bu 3-dür, bura sual, bura 1, bura 3, 2, 1. İndi nə görürük? Görürük ki, 3, 2, 1 olaraq azalır. Onda bura 3-dən sonra bura 2 olmalıdır. Yəni içində 2 dənə olmalıdır. Onda C getdi, Y getdi. Bəs kənarlar necə olur? Burada baxıram, dairədir hər iki tərəf. Sonra dairənin biri gedib, olub 3 bucaq, biri qalıb dairə. Sonra həmin dairədə 3 bucaqla əvəz olunub. O birisi də 3 bucaq. Sonra biri yenə 3 bucaq silinib, kvadrat olub, bir tərəfi nə olub? 3 bucaq qalıb. İndi nə olmalıdır? Bu da silinməlidir. Kvadrat kvadrat olmalıdır. Yəni düzbucaqlı olmalıdır. Düzbucaqlı içərisində 2 dənə xətt. O da D variantında eləmiş olacaq. 8-ci sualda bunu bir növ ardıcıllıq kimi fikirləşəsiniz. Necə? Bax, burada saat 2-dir. Burada neçədir? 9-un yarısı deyək buna. Burada saat 5-dir. Burada 7-nin yarısı. Aha, burada saat 8. İndi burada sual. İndi baxıram ki 2, 5, 8. Yəni 3, 3 artır. Digəri də 9, 7. Neçə olmalıdır? 5. 5-in yarısı. 5-in yarısı olmalıdırsa, onda doğru cavab B variantı olmuş olacaq. Yəni ardıcıllıq kimidir, ikili ardıcıllıq kimi baxacağıq. 9-cu suala keçək. 9-cu sualda güşələrin sayı çox önəmlidir. Burada neçədir? 3. Burada neçədir? 5. Burada saysaq ki 1, 2, 3, 4, 5, 6. 6 burada var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 burada var. Həmçinin burada da 12 olmalıdır. Elə. 3, 12. Burada neçədir? 1, 2, 3, 4, 5, 6, 7, 8. Burada da 8'dir. İndi bu oxları sənə boş-boşuna verməyib. Bu tərəfə fırlanır. Bu da bu tərəfə. Onda bu fiqurla bu fiqur üst-üstə düşəcək də, düzdür? Onlar üst-üstə düşəcək və birinci fiquru yaradacaq. Buradakı birinci fiquru. Bu 3'dür, bu 5'dir. Bu neçədir? 4'dür. 3 ilə 5'i toplayacaq, eləyəcək 8, böləcək 2-yə 4. Yazacaq aşağıya 4'ü. İndi sual hardan alınacaq? Sual bu fiqurla bu fiqurun üst-üstə düşməsindən. 12 ilə 6-nı toplayacaq, eləyəcək 18, 2-yə böləcək 9. Demək ki, burada güşə sayı 9 olan fiqur olmalıdır. O da baxıram harda var. Bunlar zaten deyil. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Demək ki, cavab Y variantı olmuş olacaq. 10-cu sualda eyni sualdır. Sadəcə olaraq burada aşağısındakı verilib, yuxarısını soruşur. Baxaq, bura 4'dür, bura 5'dir. Bura 1, 2, 3, 4, 5, 6, 7. 7'dir. Bura isə 1, 2, 3, 4, 5, 6. 6'dır. Daha sonra 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 burada var. 1, 2, 3, 4, 5, 6, 7. 7 burada var.
Digər tərəfi də sayaq. Bura neçədir? 4-dür. Aha, indi aşağıya baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bura 8-dir. 1, 2, 3, 12 dənə burada var. 12 dənə burada var. Baxaq. Bu 4 ilə 5-in birləşməsindən birinci alınır. Düzdürmü? 4 ilə 5-dən 8-i necə alarıq? 4 ilə 5-i toplayaram 9 eləyər. 1 çıxaram 8 eləyər. Bu 12 hardan alınacaq? 6 ilə 7-dən. Görək düzdürmü? 6 ilə 7-ni toplayıram 13 eləyir. 1 çıxıram 12. Demək ki, düzgündür. Bu sual hardadır? 8 ilə sualın birləşməsi bunu yaratmalıdır. 8 ilə sualı toplayıb 1 çıxsan 12 eləməlidir. Onda sual 5 olmalıdır ki, 13 çıx 1, 12 eləmiş olsun. Burada da 5 Y variantında var. 11-ci suala baxaq. 11-ci sualda ardıcılıqdır. 0-dan 1-ə, 1-dən 3-ə, 3-dən suala, 10-a və 15-ə. Burada görürəm ki, üstəgəl 1-dir, üstəgəl 2-dir. Burada isə üstəgəl 5-dir. Burada nə çatmır? Üstəgəl 3, üstəgəl 4-ü çatmır. Onda 3-ün üstünə 3 gələndə 6. Demək ki, indeksdə 6 olmalıdır. Cavab C variantı olmuş olacaq. 12-də isə 12-də 10, 8, 6, sual 3, 2. Burada görürəm ki, 10, 8, 6, 2, 2 azalır. Burada isə 2, 3, 4 olmalıdır. Yəni, yuxarısı 4 olan Y variantı olmuş olacaq. Keçirik 13-cü suala. 13-cü sualda görürük ki, bir bu fiqur verilib, bir bu fiqur və bunları toplayanda bu alınır. O necə alınır? Baxıram ki, ağla ağ silir. Bax, bunların hamısını bir-bir yazacaqsın. Ağla ağ sil. Daha sonra bozla boza baxıram ki, bozla boz olub ağ. Daha sonra qara ilə qara olub boz, ağla qara boz olub, qara ilə ağ da həmçinin boz olub. Ağla boz ağ olub, qara ilə boz qara olub. Yəni, bunları yazırsan, birinciyə baxırsan buna. Bunu əsasən ikinciyə tətbiq edirsən. Baxıram ki, birinci sətr hamısında eynidir. Ona görə birinciyə görə işləməyəcəm. Keçək ikinciyə görə işləyək. İkinciyə görə işləsək, baxırıq. Ağla boz. Ağ-boz bizə nəyi verirdi? Ağı. Demək ki, birinci ağ olmalıdır. Onda D-də bozdur bura. Ona görə D-ni sildim. Daha sonra qara ilə boz bizə nəyə verirdi? Qaranı. Onda bura qara olmalıdır. Burada baxıram ki, bu qaradır, bura bozdur amma. B-ni sildim, qaldı A, C, Y. Daha sonra üçüncü, qara ilə boz. Yenə nəyə verməlidir? Qara. Demək ki, burada qara olmalıdırsa, qaradır, amma C-də qara deyil, bozdur. Ona görə C-ni də sildim, qaldı Y ilə A. İndi Y ilə A-da da fərqli olan elə qaradan sonra gələndir. Baxıram ki, ağla qaranı verib. Ağla qara bizə nəyə verirdi? Bozu. Onda demək ki, boz olmalıdır. Amma burada nə var? Ağ var. Demək ki, A səhvdir. Düzgün cavab Y variantı olmuş olacaq. Yəni, bunları birinciyə baxıb yazmaq lazımdır sadəcə. 14-cü suala baxaq. 14-cü sualda birincidən üçüncünü almaq tələb olunur və yuxarıdakına əsasən. İndi necə alacağıq? Baxıram ki, qara kvadrat buradadır, ikinci də buradadır, üçüncü də burada. Birdən 3-ü almaq üçün nə qədər irəliləyib? Baxıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Demək ki, 10 dənə sağa doğru gedib. Burada birincidədir, 10 dənə sağa getməlidir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Demək ki, qara burada olmalıdır. O da hardadır? Axırdan üçüncü. B variantını silirəm, çünki bura qara deyil. C düzdür, D-ni silirəm, Y-ni də silirəm qaranın vəziyyətinə görə. İndi
Baxaq görək, boz buradadır, buradadır. Onda boza görə işləyək. Boz buradadır birincidə. Üçüncüdə buradadır. Nə qədər gedib? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə gedib. Onda buradadır, 8 dənə getməlidir. 1, 2, 3, 4, 5, 6, 7, 8. Onda düz qaranın yanında olmalıdır boz. Amma C variantında axırda verib. C səhvdir. Düzgün cavab A variantı olmuş olacaq. 15. 15-də burada kubla baxanda sağdan baxa bilərsən, soldan, yuxarıdan, aşağıdan. Hər bir vəziyyətdə bir bu tərəfdən, bir də onun arxa tərəfindən. Yəni 6 dənə üzü var da kubun. Baxa bilərsən. Burada da görsən ki, məsələn bu tərəfdən baxsan, bu tərəfdən baxsan. Bu xətti görəsən, yuxarısını görəsən. Bir də bunun bu xəttini görəsən. Yəni bu xətti bura düşəcək, altındakı da bura düşəcək. Yəni belə bir fiqur alınacaq. Yəni hansı tərəfdən baxırsan bax, C, Y, D, B alınacaq. Amma A variantında belə üçbucağın alınması mümkün deyil. Ona görə düzgün cavab A variantı olmuş olacaq. İndi 16-cı suala baxaq. 16-cı sualda oxlar verir və bizə deyir ki, x h-dan çıxır. Yəni x gəlib h-dan çıxmalıdır. Y də hardan çıxa bilər. Ona əsasən baxacağıq. İndi birinci baxırıq ki, oxlar istiqamətində gedirik, yoxsa oxların əksinə gedirik. Buradan gəldim, burada dayanmışam. Onun sağına və soluna baxa bilərsən. Burada deyir ki, sağa get. Gəldim bura. Burada heç nə yoxdur ikisində də. Düz getsəm, sağı solu da deyir ki, aşağı get, aşağı çıxdım, boşluğa çıxdım. Deməli ki, bunu sildim. Oxun əksinə hərəkət eləyəcəyik. Aha, qalxdım yuxarı, buradayım. Sağında var, deyir sağa get, mən sola gedirəm. Deməli, aşağı düş deyir, yuxarı qalxıram. Burada da deyir ki, bu tərəfə get, mən bu tərəfə gedirəm. Yəni, burada fikir versəz ki, hamısında sağında durandan istifadə elədim. Sağında duran oxun əksinə getdim. Həmçinin burada da. Y-də qalxdım yuxarı, burada dayandım. Sağında nə var? Deyir, sola get. Mən sağa gedirəm. Deyir, aşağı get, yuxarı gedirəm. Deyir, sağa get, sola gedirəm. Sağında nə var? Sağ tərəfi burada. Deyir, aşağı get. Mən hara qalxıram? Yuxarı. Deməli, burada deyir ki, sağa get. Mən sola gedirəm. Burada da sağına baxıram yenə. Sağındakı deyir ki, aşağı get, mən yuxarı qalxıram. Burada indi bir sağı, bir solu var. Biz dedik ki, sağına görə işləyirik. Sağına görə işləyirik. Deyir ki, bu tərəfə get. Mən amma bu tərəfə gedirəm. İndi bir bu tərəfi görürəm boşdadır. Bir dənə bu tərəf var. Bu deyir ki, aşağı düş. Mən yuxarı qalxıram. Burada. Bir bu tərəfi, bir də bu tərəfinə görə baxıramsa, bu deyir, sola get, mən sağa gedirəm. Bunu da bu tərəfinə görə baxıramsa, bu deyir ki, aşağı düş, mən yuxarı qalxmış oluram. Yəni, dördüncüdən çıxmış olacam. Düzgün cavab C variantı olmuş olur. Gəldik 17-ci sual, dişli çarx sualına. Bu sualda işləmək üçün sən bilirsən ki, bu böyük çarx bu tərəfə dönürsə, dişli çarx onun əksinə fırlanmalıdır. Yəni, kiçik dişli çarx onun əksinə dönməlidir. Aha. Və bu tərəfə fırlananda elə bir ki, buradakı gəlib bura keçəcək də. Düzdürmü? Onda demək ki, belə başa salaq da, bunun aşağısında nə var? Bu var. Yəni, düz xətt üzrə aşağı olacaq. Onda bunun da aşağısındakı buradakı bura düşəcək. Yəni, bu düz xətt üzrə. Yəni, onu başa salmaq istəyirəm ki, ox bu tərəfə fırlanırsa, bunlar da bu tərəfə gəlir. Yəni, belənçinə düşür. Aha, baxaq. Bax, sıfır vəziyyətidir. Bu hal-hazırda sıfır vəziyyətidir. Aşağıdakı deşiyi buradadır. O bozdur. Demək ki, sıfırın aşağısı boz olmalıdır. Yəni, bura boz olmalıdır. Daha sonra buradakı 3 dənə budur da, düzdürmü? Həmsinin burada da 3 dənə olanda belə olur. Burada 3 dənə belə olur.
Burada 3 dənə belə olur. Burada belə, burada isə belə. Yəni başa düşməyiniz üçün deyirəm. İndi buradakı 0 xəttidir. Bu hara düşəcək bu? Bu 1-ə düşəcək də, üstünə düşəcək. İndi elə düşəcəksə, buradakı ən yuxarıdadır. Demək ki, 1-in yuxarısı nə olmalıdır? Qara olmalıdır. Aha, buradakı da, buradakı 2-nin üstünə düşəcək. Onda harda diyor? Ortadadır. Ortadakı demək 2-nin necə olmalıdır? Çölü qara, içi ağ. Belə bir şey olmalıdır. Bu nöqtəliyə oxşadı. Ha, belə bir şey olacaq. Daha sonra 3-ə nə düşəcək? 3-ə bu düşəcək. 3-ün ən axırına. Çünki üstlərini, nöqtəni çəkdim də mən. Demək, 3-ün düşəcək olan içi qara, belə bir şey olacaq. Daha sonra 4-ə gəlib düşəcək bu. Bunun harası düşəcək? Ən yuxarısı düşəcək də. Çünki bu yuxarıdadır. Demək ki, 4-ün yuxarısı, indi hamısı bir-birinə oxşuyur. Burada çəkmək olmur. Demək, belə bir şeydir. Sonra 5-ə nə düşəcək? 5-ə bura düşəcək. Yəni, ortasına düşəcək 5-in. Gətirirəm, ortasına nöqtəli yazıram. 6-ya nə düşəcək? 6-ya bu tərəf. Nə? Boz. Demək ki, bura boz olacaq. 7-yə isə yuxarısına qara düşəcək. 7-nin yuxarısı qaradır. Zaten nümunəyə də baxsaz görərsiniz ki, 7-nin yuxarısı qara, 6-nın aşağısı boz, 5-in də ortası nöqtəli. Aha, 8-ə nə düşəcək? Biz demək ki, istiqaməti bu tərəf üzrə götürürük də fiqurları yazmaq üçün. 8-ə bu ortadakı düşəcək, bura. 8-in ortasına düşəcək. Bunu da yazdıq. Daha sonra 9-a aşağısına bu düşəcək. 9-un aşağısına o düşəcək. Hamısı bir-birinə oxşuyur, çəkmək olmur. 10-un yuxarısına bu düşəcək, yəni qara hissə. 10 qara. 11-ə də bura düşəcək, ortası nöqtəli. 11-in ortası nöqtəli olacaq. 11-in ortası nöqtəli. 12-yə də boz düşəcək. Yəni, ən axırı boz rəngdə olmuş olacaq. 13-ün də yuxarısı qara olacaq. Aha. Birinci dövrü getdik. Birinci dövrə görə baxsaq ki, variantlarda bizə nə verib? Deyir ki, 13-ün ortası qaradır. Bu səhvdir. 13-ün ortası qara deyildi. 13-ün yuxarısı qaraydı. Bu düzdür. Daha sonra baxırıq, 13-ün yuxarısı qaradır, 13-ün yuxarısı qaradır. Burada da 13-ün yuxarısı qaradır. Bu düzdür. Daha sonra nəyə görə baxaq? Hamısına görə baxmaq olar. 9-da aşağısı nə idi? Deməli, 9-da qaraydı, içi bu deyildi. Demək ki, o zaten bunu silmişik. Baxa görək 9 var haradasa. Yoxdur. Hamısında ortaq olan nə var? 12, 12, 12, 12 hamısında var. 12-nin vəziyyəti necədir? Aşağısı boz olmalıdır 12-nin. Aha, 12-nin aşağısı boz olmalıdır. Düzdür, düzdür. Burada da qara verib. Onda Y səhvdir. Hələ ki, ayla Y-ni silə bildik. İndi bir dövrdə aparıram. Bir dövrdə hələ aparıram. Çünki bir dənə də üst-üstə görürsünüz. Məsəl üçün, bir fiqurda tutaq ki, 2 dənəsini verib. Demək ki, bir dənə də dövr aparıb. Lazım olduğu qədər dövr eləyəcəyik. Bax, məsələn, 0-a artıq nə düşəcək? 13-ə bu qara hissə düşdü yuxarısından. Bax, bu ortadakı da 0-ın ortasına düşəcək. Yəni, 0-dakı vəziyyət belə olacaq. Bu şəkildə olacaq. Bu düzdür 0-da. Burada da düzdür 0-ın vəziyyəti. Burada da 0-ın vəziyyəti düzgündür. Bunu silək, bura çox qaralandı, artıq görünmür. Aha. 1-ə artıq nə düşəcək? 1-ə, bunun aşağısı hissəsi düşəcək. Yəni, bura gəlib 1-ə düşəcək. Bunu silək. Bunun elə bir ki, burası qara. Ortasında da bir dənə belə bir şey. Belə bir şey düşəcək. İndi baxıram variantlara. B-də 1-ə düzgün düşüb. C-də 1-ə səhv düşüb.
D-də də 1-ə düzgün düşüb. Demək ki, D ilə B arasında qalmışıq. D ilə B arasında da ki, fərq varmı görək? Nədə fərq var? 1 ikisində də var. Aha, sonra 2 ikisində də düzgün vəziyyətdədir. 1 var, 0 var ikisində də. Birində 3 ilə 2. Birində 12-dir, birində 3-2-dir. Baxaq. 3-ün vəziyyətinə baxaq. Görək 3-də necə olacaq? Bəlkə heç 13-ə getməyəcək. 3-ə baxıram. Bu bura düşdü. Buradakı da gəlib 2-yə düşəcək. Yəni 2-nin yuxarısı belə qara dairəli olacaq. 3-ə də nə düşəcək? Bu düşəcək. Bu da hardadır? Ortadadır. Demək ki, bunun ortası nöqtəli olacaq. Baxıram. B-də necə verib? Yuxarısında verib. Amma harda dediyi olacaq? Ortada olacaq. Ona görə B səhvdir. Düzgün cavab D variantı olmuş olacaq. Biraz uzundur. Həqiqətən uzundur. Sadəcə olaraq yeni tip sual nümunəsidir deyə bunu da əlavə eləmək istədim. Gəldik başqa dişli çarxa. Burada deyir ki, 1 nömrəli dişli çarx 10 dövr etdiyi zaman 5 nömrəli dişli çarx neçə dövr eləyir? Bunu işləmək üçün necə işləyirsiniz? Birinci dişli çarxın neçə dişi var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 dənə demək dişi var. Bizdən nəyi soruşur? 5-i. Gətirirsən 5-i sayırsan. 1, 2, 3, 4, 5. Bunun da 5 dişi var. Artıq nə edirik? Birinci çarxın diş sayını 5-ci çarxın diş sayına böləndə birincinin tam dövründə 5-cinin neçə dövr etdiyini tapmış oluruq. Demək ki, birinci çarx 1 dövr eləyəndə 5-ci çarx 5-də 9 dövr eləyir. Bizə də neçə dövr deyir? 10 dövr. Ona görə vururuq 10-a. Onda 5 getdi. Burada 2 qaldı. 9-da 2, 18. Demək ki, 18 dövr etmiş olacaq. Bunu başqa necə işləyə bilərsən? 9 dənə diş bunda var. Neçə dövr eləyir? 10. Yəni, ümumi 90 dənə çarx eləmiş olacaq. Və bu 90-ı gətirib neçəncini soruşur səndən? 5-cini. Onun diş sayına bölsən 5-ə. Alarsan 18. Yəni, əslində ikisi də eyni şey. 9 vur 10 böl 5 də ilə eyni bir mənanı verir bizə. Keçdik çubuq məsələsinə. Burada çubuq məsələsində hər bir xətt üzərində 2 dənə təpə nöqtəsi var. Bu o deməkdir ki, onlar bir-biri ilə əlaqəlidir. Yəni, bu gəldi bura düşdü. Yəni, birinci çubuq gəldi hara düşdü? 11-ə. 11 gəldi düşdü bura. Bu gəldi düşdü bura. Buradan gəldi, burada dayandı. Buradan da qalxır bura, çünki burada da bir təpə nöqtəsi var. Buradan gəldi bura. Buradan bu təpə nöqtəsinə, bu təpə nöqtəsindən bu tərəfə gəldi. Buradan aşağı düşdü. Buradan bu tərəfə gedəndən sonra yuxarı qalxacaq. Buradan da aşağı düşür bura. Buradan bunu göstərək birinci. Bura düşdü, buradan aşağı düşdü. Buradan bura düşdü, buradan da təzədən hara qayıtdı? Olduğu yerə qayıtdı. Artıq olduğu yerə qayıtdısa dayanırsan. Yəni, dövrə necə oldu? 1-dən 11-ə getdi. 11-dən sonra 5-ə getdi. 5-dən sonra 9-a getdi. 9-dan 12-yə getdi. 12-yə. 12-dən 3-ə. 3-ə getdi. 12-dən 3-ə. 3-dən hara getdi? Düşdü aşağı. 6-ya getdi. 3-dən 6-ya getdi. 6-dan qalxdı yuxarı. 4-ə getdi. 4-dən aşağı düşdü. 7-yə getdi. 7-dən aşağı düşdü. 1-ə qayıtdı. Artıq onu yazmağa ehtiyac yoxdur. Yəni, bu bir topa sayılır artıq. Bir də digər topa var. O da hansıdır? Mesela 2-dən başladım. Gəldim 8-ə. Yazıram. 2-dən 8-ə gəldim.
8-dən düşdüm aşağı. Bax bura. Buradakı topaya. Hara getdim? 10-a. 8-dən 10-a getdim. 10-dan qalxdım yuxarı buradakı nöqtəyə və bu məni hara apardı? Yenidən 2-yə qaytardı. 2-dən də bağlamış oldum dövrəni. Demək ki, bu üçü də bir topa sayılır. İndi bizdən nəyə soruşur? Topalardan ən az sayda çubuğa malik olanını əmələ gətirən çubuqların nömrələrini göstərən ədədlərin cəmini tap. Yəni, buradakı ədədləri topla. 2, 8, 10. Neçə eləyir? 20. Bir də bunları ən çox soruşsaydı bunları toplayacaqdın. Ən az soruşanda bunu toplayırıq. Çünki burada gördük ki 3 dənə çubuq var. Burada isə çubuq sayı çoxdur. Ona görə buradakıların cəmi bundan böyük olacaq. Bizdən də ən azını soruşurdu. Cavab D variantı olmuş olacaq. Deməli, burada artıq diametrini tapırıq. Əsas bu çarxdır da. Bunun diametri 4-dür. Bunun diametri isə 8-dir. 4 8-dən 2 dəfə kiçikdir. Bu o deməkdir ki, biz nə demişdik? Bayaqlar dişli çarx məsələsində. Bunun diametrinə bölsən, bunun 1 tam dövründə bunun neçə dövr etdiyini tapmış olacaqsan. Ki 4 bölünsün 8, o da 2-də 1 eləyir. Yəni, bu balaca çarx 1 dövr eləyəndə, bu böyük çarx 2-də 1 dövr eləmiş olacaq. Həmçinin içərdəki bu yükü qaldırır. Bunun dövrü də artıq bu böyük çarxdan asılıdır. Bu nə qədər dövr eləyirsə, həmçinin içindəki balaca çarx da o qədər dövr eləyir. Biz bilirik ki, bir çarx tam dövr eləyəndə ipi nə qədər yuxarı qaldırır? Pi vurulsun D qədər. Yəni, pi D qədər yuxarı qaldırmış olacaq. İndi ikinci çarx nədir? Bu bizim böyük çarxımız. Bu nə qədər hərəkət eləyəcək? 2-də 1 dövr hərəkət eləyəcək dedik ki. Və biz onu 2-də 1-i vuracağıq pi D-yə və həmçinin bu da 2-də 1 dövr eləyəcək də, düzdürmü? Ona görə onu da 2-də 1-ə vuracağıq. Onda 2-də 1 pi D vurulsun 2-də 1 eləyir, pi D bölünsün 4-ə. Yəni, bu böyük çarxa bağlı olan kiçik çarx yükü pi D böl 4 hündürlüyə qaldırmış olacaq. Keçək 21-ci sualda kub məsələsinə. Burada deyir ki, kubun bütün üzləri göstərilib. Kubu atarkən verilmiş kombinasiyalardakı işarələrin ardıcıl şəkildə yığma ehtimallarını tapıb suallara cavab verin. Burada görürük, kubu göstərib. Burada 600-ü də göstərib də, yəni. Buradakı bütün 600 görsənib. Baxırıq ki, B var, Ə var, T var, A var, A var, N var. Başqa heç nə yoxdur. İndi baxaq. B-nın ehtimalı nə qədərdir? 6-da 1-dir də, düzdürmü? Çünki bir dənə B var, bir dənə B var. Və kubunda 600 var, yəni 6-da 1 ehtimaldır. A-ya baxaq. A-da neçə dənədir? 2 dənədir. Onda demək, onun ehtimalı 6-da 2-dir. Bunun ehtimalı 6-da 1-dir. A-nın ehtimalı 6-da 2-dir. Bunlar da bir-birinə vuranda 324-də 1 eləmiş olacaq. Ataya baxaq. A-nın ehtimalı 6-da 2-dir. T-nın ehtimalı 6-da 1-dir. A-nın ehtimalı 6-da 2-dir. Çünki bir dənə T-miz var. Bunları da bir-birinə vuraq. Eləyir 54-də 1. İndi nəyə baxaq? N-da 6-da 1-dir. Ə-də 6-da 1-dir. N 6-da 1-dir. Ə-də 6-da 1-dir. Bunlar da bir-birinə vuranda eləyəcək 1296-da 1. Anada isə A 6-da 2-dir. N 6-da 1-dir. A 6-da 2-dir. Bunlar da bir-birinə vuranda 54-də 1 eləyir. İndi bizə deyir ki, yığılma ehtimalları arasında 2 böyük olanların cəmi ilə 2 böyük olan hansıdır? 54-də 1 ilə 54-də 1. Onların cəmi ilə 54-də 1 ilə toplayıram 54-də 1-i. 2 kiçik olanların cəminə nisbətini tap. Yəni, bu ikisini bölürsən kiçik olanlara. Kiçik olan hansıdır? 324-də 1 ilə
Cəmi dediyinə görə toplama 1296-da 1. Aha. Bunu da hesablasaz, cavabı 48 bölünsün 5 tapmış olacaqsınız. Demək ki, cavab B variantı. 22-ci suala baxaq. 22-ci sualda xəttlərin uzunluğunu sayırıq və onların sayına görə işləyirik. Uzunluğu 1 olan xəttlərin sayını tapaq. 1, sonra 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31. Demək ki, 31 dənə uzunluğu 1 olan xətt var. Daha sonra baxaq uzunluğu 2 olan xəttlərin sayına. Bax 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, sonra 10, gəldik. 11, 12, 13. Demək 13 dənə də uzunluğu 2 olan xətt var. Başqa, indi keçək uzunluğu 3 olan. Uzunluğu 3 olan bir dənə xətt var. Başqa heç bir xətt yoxdur. Ona görə 1-mi yazıram. Başqa, uzunluğu 4 olan. 1, 2. 2 dənə xətt var. Ona görə 2-ni yazıram. Yəni, bu o deməkdir ki, məndə variantlarda 1, 2, 12, 12, 13, 13, 31 olmalıdır. İndi baxıram. Məsəl üçün, D variantına baxıram. 1, 2 var, 13, 31. 13 var, 31 yoxdur. D səhvdir. B-də 31 yoxdur. B də səhvdir. Y-də baxıram ki, 2, 1, 13 yoxdur. Y səhvdir. Ya A-dır, ya da C-dir. İndi artıq baxıram diaqonal olanlara. Bir diaqonal olan neçə dənə xətt var? Uzunluğu 1 diaqonal olan. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29. Demək ki, 29 dənə də uzunluğu 1 olan kvadratın diaqonalı var. Onda demək ki, 29 da olmalıdır. Amma C variantında 29 yoxdur. C səhvdir, düzgün cavab A variantı olmuş olacaq. Yəni, burada xəttlərin uzunluğuna görə işləyib cavabı tapırsan. 23-cü suala baxaq. 23-cü sualda, bax, burada hər dəfə birinə toxunur. Təpə nöqtəsi var. Onlara görə işləyəcəyik. Bax, baxırıq. 1, 2, 3, 4, 5, 6. Nömrələdik. 3-dən başladı. 3-dən başladı, hara getdi? 4-ə, 4-dən 5-ə, 5-dən 2-yə, 2-dən 1-ə, 1-dən 6-ya, 6-dan da təzədən 3-ə qayıdır deyə onu yazmırıq. Həmçinin burada da. İndi bunu da nömrələyək. 1,
2, 3, 4, 5, 6. Burada nə edirik? Burada yenə təpə nöqtələrinə görə işləyirik, amma ardıcıllıq necə olacaq onu variantlara görə baxacağıq. Baxırıq ki, 4, 5 yazıb. 4 hansıdır? 1, 2, 3, 4. 4 budur. Buradan deyir 5'e get. Buradan 5'e gedirmi heç biri? Gedir. 5'e gəldi. 5'dən deyir 6'ya get. Gedir. 6'dan 1'ə gedir. 1'dən amma hara gedir? 3'ə gedir. Ona görə A variantı səhvdir. İndi keçirəm digərini B variantını yoxlamağa. Deyir ki, 3'dən 1'ə get. 3'dən 1'ə get. Düzdür. 1'dən 6'ya. O da düzdür. 6'dan 5'ə. Düzdür. 5'dən amma 3'ə gedir. Burada 2 yazıb. B səhvdir. Ona görə bunu da silirəm. İndi yoxlayıram C variantını. Deyir 4'dən 2'yə get. 4'dən 2'yə gedir. Düzdür. 2'dən 3'ə. Düzdür. 3'dən 1'ə. 1'dən 6'ya. 6'dan 5'ə. 5'dən də yenidən 4'ə qayıtmış olur. Ona görə düzgün cavab C variantı olmuş olacaq. 24-cü sual. 24-cü sualda da yenə içəridən nömrələyirik. 1, 2, 3, 4, 5, 6. Baxıram ki, bu təpə nöqtələr yalnız və yalnız harda yoxdur? 1'ə toxunmur. 1'də yoxdur. Ona görə çölə 1 yazıb. Burada üçüncü hansıdır? Bu. Üçüncüdə təpə nöqtəsi varmı? Görürəm ki, yoxdur. Ona görə çölə 3 yazıb. İndi burada da təpə nöqtəsi harda yoxdur? Baxıram ki, bu fiqurda təpə nöqtəsi yoxdur. O da neçəncidir? 4-cü. Ona görə cavab B variantı 4 olacaq. Bunker məsələsi. Bunker məsələsində önəmli olan topların sayını tapmaqdır. Burada baxıram ki, 32 dənə top var. Və bu 32 top aşağı dəyir. Və hər dəfə bu nöqtəyə dəyəndə bu iti uca deyək. 2 yerə bölünəcək. 32 idi, 16 olaraq bölünəcək. Daha sonra 16'sı gələcək buradan. Yenə buna dəyəcək, 2 bərabər hissəyə bölünəcək. 8. Buradakı 16 da gəldi buradan. Buna dəydi, 2 bərabər hissəyə bölündü. 8. Yəni düzgün cavab C variantı olmuş olacaq. 26'da da yenə eyni qayda ilə işləyəcək. Burada 32 dənə top var. Bu dəydi buna 16 olaraq bölündü. Bu 16 dəydi buna 8 olaraq bölündü. Bu 16 da buna dəydi 8 olaraq bölündü. Bu 8 gəldi buna dəydi 4 oldu. Bu 8'in elə bir ki biri bu tərəfə, biri bu tərəfə getdi. Burada da 4 və 4 olaraq bölündü. Bu 4 dəydi buna 2 olaraq bölündü. 4 ilə 8 12 eləyir. 6'sı bu tərəfə, 6'sı bu tərəfə. Burada da 12 eləyir. 6'sı bu tərəfə, 6'sı bu tərəfə. 4 dəydi buna 2'si bu tərəfə, 2'si bu tərəfə. Sonra bu 2'nin heç yerə dəymir. Elə gəlib bura düşəcək. 6, 2, 8 eləyir. 4'ü bu üzə, 4'ü bu tərəfə. 6'nın biri bu tərəfə, biri bu tərəfə. 6, 2, 8 eləyir. 4'ü bu tərəfə, 4'ü bu tərəfə. 2 də dəydi buna, biri bura, biri bura. Yəni cavab 2, 4, 10, 5, 1. O da hansı variantdır? A variantı. 2, 4, 10, 5, 1. 27. 27'də də asandır. Bunu bu tərəfə qatlayırsan. Bunu da bu tərəfə qatlayırsan. Və bu ilə bu üst-üstə düşmüş olacaq. Bax 1 ilə B üst-üstə düşüb 2 olub. Yəni ədədlə hərf üst-üstə düşəndə ədədin üzərinə 1 gəl. Ədəd üstə gəl 1. 7 ilə 2 üst-üstə düşüb 9 olub. Ədədlə ədədi olanda topla. Ədədlə ədədi topla. Yazıram topla. Daha sonra 0'dır toplayıb. 2 ilə 4 toplayıb 6. R ilə 0 toplayıb 1 gəlib 1.
6 ilə 3 9, A ilə 8 9, 6 ilə də o 7. Düppədüzdür. Yəni ədəd hərfi olanda ədədin üzərinə 1 gəl, ədəd olanda topla. Baxıram bura. M ilə 0 üst-üstə düşür. Nə olacaq? 1 olacaq. Ədəd üzərinə gəl 1. K ilə 1 düşəcək, ədəd üzərinə gəl 1. Yəni 2. Sonra 0 ilə 0 elə 0 eləyəcək. 2 ilə 4 6 eləyəcək. 0 ilə 1 1 eləyəcək. P ilə 8 9 eləyəcək. 4 ilə 5 9 eləyəcək. 4 ilə də n-dır, z-dır. Yəqin n-dır. 5 eləyəcək. Ona görə düzgün cavab 1, 2, 6, 9, 5. Yəni C variantı. 28. 28-də bunları qarşı olaraq baxırıq. Bu şəkildə. Baxırıq ki, ley, yel. Yəni tərsin yazır. Kəllək. Yazın da tərsi zay olacaq. Ona görə cavab D variantı olmuş olacaq. 29-cu sual. 29-cu sualda burada bizdən sözü tap deyir. Qanun uyğunluğa uyğun. Baxırıq ki, xəttlərin sayına görə işləyirik. Burada 0 xətt var. Burada 1 xətt var. Burada 2. Sonra nə gələcək? 3 xətt. Sonra 4 xətt gələcək. 4 xəttdən, yəni ardıcıl nədədir? P, sonra I, sonra Q, sonra M, sonra nə gəlib? E. Sonra 3, 4, 5 olmalıdır. 5 haradır? Burada var. N. Sonra 5-dən sonra 2 xətt olmalıdır. 6, T. Bu şəkildə düzəldirik. 6, 7 də hara olacaq? 7 də bura olacaq elə. Pigment, L. Pigment, L da gəldi. 7, 8 hardadır görək. 8-in olması üçün 8 buradadır. Pigment, L. Bunlar getdi. 9 ş gələcək. 9 ş'dır. Çünki pigmentləş M ilə ə qalıb da. Pigmentləşmə sözüdür. Burada 10, burada da 11 dənə xətt olacaq. Yəni ki, xəttlərin sayını yazırıq və ardıcılıqla düzürük. Buna oxşar bir dənə də qum saatı məsələsi var idi. Qum saatının vəziyyətinə görə sözü yarat falan. O da elə eyni şəkildədir. Qum saatının vəziyyətinə görə işləyirik. 30-cu sual deyir ki, döşəmədən pilləkənlə qalxan adam hər addımda ya 1 ya da 2 pillə qalxır. Verilmiş pillələrə çatmağın neçə variantda mümkün olduğunu taparaq uyğunluğu müəyyən edin. Birinci 30-cu sualı yazaq. Birinci pilləyə çatmağın neçə yolu var? Birinci pilləyə çatmağın bir dənə yolu var. O da 1 addım atacaq. Daha sonra ikinci pilləyə çatmağın neçə yolu var? Artıq 2 yolu var. Ya 1-1 olaraq çıxacaq, ya da birbaşa olaraq 2 kimi çıxacaq. Üçüncüyə çatmağın neçə yolu var? Ya 1-1-1 kimi çıxacaq, ya 2-1 kimi çıxacaq, ya da 1-2 kimi çıxacaq. Yəni 3 dənə yolu var. Dördüncüyə çıxmağın neçə yolu var? Dördüncüyə çıxmağın isə 1-1-1 1, daha sonra 2, 2, 1, 1, 2, 2, 1, 1, 1, 2, 1. Başqa var? 1, 2, 3, 4, 5. 5 dənə yolu var. İndi bundan sonrasını yazmağa ehtiyac yoxdur. Baxıram ki, 2 ilə 1, 3 eləyir. 3 ilə 2, 5 eləyir. Yəni nədir? Fibonaccidir. 4-dən sonra nə gələcək? 5. Özündən 2 əvvəl. 5 ilə 3, 8. Sonra 6 gələcək. 5 ilə 8. Eləyəcək 13. 7 gələcək. 21. Yəni bu şəkildə Fibonacci olaraq gedəcək. Bizə deyir ki, 5-ciyə çatmağın neçə yol var? 5-ciyə tapdıq ki, 8. Demək, 1Y. 3-cüyə çatmağın 3 dənə yolu var. Yəni C. 4-cüyə çatmağın isə 5 dənə yolu var. B. Y, C, B şəklində gedəcək. 31-ci sualda artıq
burada bir nüans var. O nüans da nədir? Deyir ki, 5-ci pillənin sınıq olmasını nəzərə alın. Buna əsasən tapın. Yazırıq. Birinci pilləyə çıxmağın neçə yol var? Bir dənə. İkinci pilləyə çıxmağın neçə yol var? Yenə bir dənə. Çünki burada artıq 4 dənə pillə qalxır. Sonra üçüncüyə çıxmağın yenə bir dənə yolu var. Sonra dördüncüyə çıxmağın neçə dənə yolu var? Artıq 2 dənə yolu var. Ya 1-1-1 kimi çıxarsın. 1-1-1. Ya da elə birbaşa 4 olaraq çıxarsın. 5-ciyə gətirib yazırıq 0. Çünki biz 5-ciyə heç vaxt çıxmayacağıq. Sonra 6-cı. Burada yenə Fibonacci-dən istifadə edə bilərsən. Amma bayaqları biz ikili Fibonacci-dən istifadə elədik. Niyə görə? Çünki ya 1 ya da 2 pillə qalxırdı. Burada amma 1 və 4 dənə pillə qalxır. Yəni burada bir özündən əvvəlkini, bir də özündən 4 əvvəlkini toplamalısan. 1, 2, 3, 4. Yəni 1 ilə 0-ı toplayırsan, eləyir 1. Gətirdin bura 1 yazdın. 7-yə gətirib yazırsan ki, 7-dən 1 əvvəli 1-dir, ondan 4 əvvəli də 1, 2, 3, 4. 3-dür. 1 ilə 1 eləyir 2. Sonra 8. 8-də özündən əvvəli 2-dir. 4 əvvəli də 1, 2, 3, 4. 4-cüdür. 2 ilə 2, 4. Sonra 9. 9-dan əvvəl 4 var. Özündən 4 əvvəl də nə düşür? 1, 2, 3, 4, 0. Ona görə 9-a da çıxmağın 4 yolu var. 10-cu yerə çıxmağın 4 özündən əvvəl gəlir. 1, 2, 3, 4. 4 ilə 1, 5 eləyir. 11. 11-ə baxaq. 11-də 5 var. Üstünə gələcək özündən 4 əvvəlkini. 1, 2, 3, 4. Yəni, buradakı 2-ni gələcək. O da 7 eləyəcək. Bir də 12-ni yazırıq. 12-də artıq 7-ni, bir də özündən 4 əvvəlkini. 1, 2, 3, 4. 7 ilə 4 eləyir 11. Bizə də soruşur ki, çatma variantlarının sayı 2 rəqəmli ədəd olan ən aşağı pillə neçədir? Gördük ki, 12-ci pillədə artıq çatma variantlarının sayı 2 rəqəmli oldu. 11-də 1 rəqəmlidir, 12-də isə 2 rəqəmli. Yəni, cavab A variantı eləmiş olacaq. Videonu izlədiyiniz üçün çox sağ olun. Birinci hissəni burada yekunlaşdırıram. Digər videonu da qaçırmamaq üçün kanala abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi yorumlarda yazmağı unutmayın. Videonu izlədiyiniz üçün təşəkkürlər. Sağ olun, salamat qalın.